Hər vaxtınız xeyir. DİM 9 illik 20 sınaq testinin sınaq 10-un suallarının izahına baxırıq. Birinci sualda tənliyi ilə verilmiş çevrənin mərkəzinin koordinatlarını tapın. Demək, burada x kvadratı çıx 4x var. Bunu yazırıq x çıx 2-nin kvadratı. Üstəgəl y kvadratı plus 6y var. Bunu y plus 3-ün kvadratı yazarıq. Diqqətlə fikir verin. Burada 4 əlavə elədik. Burada 9 əlavə elədik. Ümumilikdə 13 əlavə eləmişiksə 13-də çıxarıq. Və burada çıx 4 var, bərabərdir 0-a. Bunları sağa keçirsək bərabər olacaq 17-yə. Deməli, bu çevrəmin mərkəzi əks işarə ilə götürürük. 2, -3 nöqtəsində, radiusu kök altında 17-yə bərabər olan çevrənin tənliyidir. Səndən mərkəzin koordinatlarını soruşur. 2, -3. A variantı. Kubun 2 üzünü qırmızı, bir üzünü yaşıl, qalan üzlərini isə göy rənglədilər. Deməli, 2 üzü qırmızıdır, bir üzü yaşıl, 6 üzü var. Deməli, 3 üzü qaldı, bu 3 üzü də göy olacaq. Müxtəlif rəngli 3 üzün sahələrini cəmi müxtəlif deyəndə qırmızı plus yaşıl plus göy. Sahələrinin cəmi bərabərdir 27-yə. Biz bilirik ki, kubun bütün üzləri kvadratdır. Deməli, burada bu a kvadratı, bu da a kvadratı, bu da a kvadratı, 3a kvadratı bərabər olacaq 27-yə. A kvadratı bərabərdir 9-a, a olacaq əlbəttə ki, müsbət 3. Kubun həcmini tapın. Kubun tili hadisə həcmi olacaq. A kubu bərabər olacaq 27-yə. B variantı. Üçüncü sualda iki oxşar üçbucağın medianların nisbəti 2 olarsa, bu üçbucağın uyğun sahələrin nisbəti ilə uyğun hündürlüklərin nisbətinin hasilini tapın. İki oxşar üçbucağın medianların nisbəti 2-dirsə, uyğun sahələrin nisbəti oxşarlığın kvadratına bərabər olur. Deməli, uyğun sahələrin nisbəti 4 olacaq. Yəni, bu nə deməkdir? Məsələn, M1-in M2-yə nisbəti 2-dirsə, S1-in S2-yə nisbəti bərabər olacaq 4-ə. Sonra uyğun hündürlüklərin nisbəti də yenə oxşarlıq əmsalına bərabər olur. O da 2-yə bərabər olacaq. Bu nisbətlərin hasilini soruşur səndən. 4-ü 2-yə vuracaqsan olacaq 8. Dördüncü sualda ABC üçbucağında M-in AC-yə paraleldir. Paralelliyə görə bura alfa yazsaq, burada alfadır. Bura beta yazsaq, burada betadır. Burada bir K yazsaq. Balaca üçbucaqla böyük üçbucaq oxşardır. CN 4'dür. M'in burada 4'dür. BN 8'dir. Bizdən AC tərəfini soruşur. Bura bir X yazaq. Kiçik üçbucaqda K'nın qarşısı 4'ün, böyük üçbucaqda K'nın qarşısı X-ə nisbəti bərabərdir. Kiçikdə alfanın qarşısı 8'in, böyükdə alfanın qarşısı 12'yə nisbəti. Çarpaz vursaq 8x bərabərdir 48'ə. X bərabər olacaq 6'ya. 5-ci sualda tənliyi ilə verilmiş çevrənin apsis oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Yadda saxlayırsınız. Apsis, yəni OX oxu ilə kəsişmə nöqtəsi deyirsə, biz Y-ə 0 verməliyik. Çünki apsis oxu üzərində əgər o çevrə apsis oxunu kəsirsə, həmin nöqtədə Y 0-a bərabər olur. Y-in yerinə 0 yazsaq, x kvadratı çıx 5x plus 4 bərabər 0 tənliyini alarıq. Köklərin cəmi 5, hasili 4 isə x1 bərabər olacaq 4-ə, x2 də bərabər olacaq 1-ə. Deməli, bu çevrə x oxunu 1 və 4 nöqtələrində kəsir. Bu iki nöqtə arasındakı məsafəni soruşur. 4-dən 1 çıxaram. 3 düzgün cavab olacaq. E variantı. 6-cı sualda mərkəzi koordinat başlanğıcında olan və 3 × 2 -2 × 2 nöqtəsini keçən çevrənin tənliyini yazın. Mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi x kvadratı plus y kvadratı bərabərdir r kvadratına. 3 × 2 və -2 × 2 nöqtələrindən keçirsə, həmin nöqtələrin qiymətlərini yerinə yazaq, radiusu tapaq. 3 × 2 olacaq kök altında 18, kvadratı eləyəcək 18, üstə gəl 8 bərabər r kvadratına. Bu olacaq 26. Deməli, r kvadratı 26-ya bərabərdir. Sənin çevrənin tənliyi olacaq x kvadratı plus y kvadratı bərabərdir 26. Düzgün cavab D variantı.
7-ci sualda bütün təpə nöqtələri koordinat oxlarının üzərində olan ABCD kvadratı üçün A nöqtəsi -10, 0. Deməli, A nöqtəsi koordinatı -10, 0 olarsa onun tərəfini tapın. Demək, bütün təpə nöqtələri koordinat oxları üzərindədirsə, demək, sənin kvadratın beləymiş. Sənin kvadratın bu şəkildəymiş. Buradan bura 10'dursa, biz bilirik ki, kvadratın diagonalları perpendikulyardır və bir-birinə bərabərdir. Kəsişir və kəsişmə nöqtəsində də yarıya bölünür. Bura 10'dursa, burada 10'dur. Və burada 10'dur, burada 10'dur. Kvadratın tərəfi olacaq, bu düzbucaqlı üçbucağa görə 10 kök altında 2. B variantı. 8-ci sualda apsis oxu üzərində ardıcıl olaraq A, B və C nöqtələri qeyd olunmuşdur. Apsis, yəni OX oxu üzərində ardıcıl olaraq A, B və C nöqtələri qeyd olunmuşdur. BC bərabərdir 2AB-yə. A nöqtəsinin koordinatını verir -2, 0. Deməli, A nöqtəsi buradadır. Koordinatı -2, 0'dır. Sonra B nöqtəsinin koordinatı 8, 0'dır. X 8, deməli B nöqtəsi buradadır. Bura isə 8'dir. -2'ni buradan yazaq. 0 olarsa BC bərabərdir 2AB-yə. Deməli, AB məsafəsi nə qədərdir? AB məsafəsi 10'dur. 8-dən çıxıram -2'ni, bərabərdir 10. Deməli, AB məsafəsi 10'dursa, BC məsafəsi olacaq 2 vur 10, 20. B-dən C-yə qədər olan məsafə 20'dir. Ardıcıl qeyd olunub deyə, C nöqtəsi burada yerləşəcək. Bu məsafə 20'dirsə, bura bir x yazsam, demək x minus 8 bərabər olmalıdır 20'yə. X bərabər olacaq 28'ə. C nöqtəsinin koordinatı olacaq 28 və əlbəttə ki, o x oxu üzərində y 0'dır. 28, 0 düzgün cavab olacaq A variantı. Düzbucaqlı paralellepiped şəklində olan su hovuzunun oturacağının tərəfləri 4 və 8, dərinliyi 3 olarsa, bu hovuzun daxili səthinin sahəsini tapın. Demək, yoldaşlar, bu düzbucaqlı paralellepiped formasındadırsa, sənin hovuzun bu formalıymış. Daxili səthinin sahəsi deyəndə artıq sən bir dənə üst üzün sahəsini hesablanmayasan. Yəni, bu sahəni hesablamayacaqsan. Ümumi sahədən oturacağın sahəsini çıxaran bir dənəsin, qalar daxili səthinin sahəsi. Deməli, ümumi sahəsi olacaq, oturacağın tərəfləri 4 və 8'dir. Bura 4 yazsam, bura 8, dərinliyi 3'dür, burada 3'dür. Deməli, tam səthinin sahəsi olacaq 2 vurulsun AB, yəni 32, üstə gəl BC 12, üstə gəl 8 vur 3, 24. Bundan çıxmalıyıq, bir dənə 32 buradırsa, üst üzün də sahəsi 32'dir, bir dənə üst üzün çıxarsan. Çünki hovuzun üstü boş olur, ağzı açıq olur. Daxili səthini soruşur ona görə. Burada olacaq 2 vurulsun. 32'nin üstünə 12 gələndə 44. Üstünə də 24 gəldim 68. 2'ni 68'ə vuracağım. Olacaq 136. 32'də çıxanda qalacaq 100. 136 çıx 32 olacaq 104. Düzgün cavab D variantı. 10-cu sualda tilləri 5 cm olan kubları bir-birinə yapışdırmaqla şəkildəki kimi fiqur alınmışdır. Bu fiqurun tam səthinin sahəsini tapın. Şəkildə uşaqlar bu belə idi. Burada 2 sıradır və burada da 3 dənə idi. Səhv eləmirəmsə, bura 5'dir, bura 5'dir, bura 5'dir və 2 sıradır deyə. Bura 5, burada 5 olur. Ancaq hündürlüyü bizə dənə 5 olacaq. Tam səthinin sahəsi olacaq. Deməli, bu düzbucaqlı paralellepipedin uzunluğu oldu 15, eni oldu 10, hündürlüyü isə 5'dir. Tam səthinin sahəsi 2 vurulsun. AB 150, üstə gəl AC 75, üstə gəl BC 50. Toplasaq 275, 2'yə də vuranda 275 vurulsun 2. O da olacaq 0 yazdıq 1 yadda, 14 bir də yaddaydı 1 yadda 550.
Ancaq yəqin ki biz səhv gördük. AB, AC və BC. Ola bilər bir sıra ola bilər. Şəkil düzgün görsənmir. Tam səthinin sahəsi 294 olan kubun bütün tirlərinin uzunluqlarının cəmini tapın. Kubun tam səthinin sahəsi 6a kvadratı ilə hesablanır. 6a kvadratı bərabərdir 294. A kvadratı bərabər olacaq 49-a, A olacaq 7. Kubun bütün tirlərinin uzunluqları, kubun 12 tiri var. Hər birinin uzunluğu 7-dirsə, 12-ni vurarsan 7-yə olacaq 84A variantı. Y nöqtəsi koordinat başlanğıcına nəzərən nöqtəsinin simmetrik olarsa, deməli Y koordinat başlanğıcına nəzərən simmetriksə Y-nin koordinatları olacaq -15, -20. F-in də koordinatları 15 ilə 20-dir. FY parçasının uzunluğunu soruşur bizdən. Kökün altında x2 minus x1-in kvadratı, yəni 30-un kvadratı üstə gəl. 40-ın kvadratı, bu da 50-yə bərabər olacaq C variantı. İki oxşar çoxbucağının perimetrləri 20 və 50-dir. Birinci çoxbucağın tərəfi 5 olarsa, ikinci çoxbucağın uyğun tərəfinin uzunluğunu tapın. Perimetrlərin nisbəti uyğun tərəflərin nisbətinə bərabər olur. Deməli, 20-nin 50-yə nisbəti birinciyə uyğundur deyə, bura bir 5 yazıram, bura bir x yazıram. Çarpaz vursam 2x bərabərdir 25, x olacaq 12,5 D variantı. K və N parametrlər üçün nöqtəsi koordinat başlanğıcında yerləşərsə, N plus K cəmi aşağıdakılardan hansına bərabər ola bilməz? Əgər bu nöqtə koordinat başlanğıcındadırsa, hər ikisi 0-a bərabərdir. K-nın kvadratı çıx 9 bərabər 0-a, K kvadratı bərabərdir 9-a, K bərabər olar 3-ə, bir də -3-ə. N kvadratı çıx 4, N bərabər 0-dırsa, N-i mötərizə xaricinə çıxardıb N çıx 4 bərabər 0 yazaram. N bərabər 0-a, N bərabərdir 4-ə. İndi deyir, N plus K cəmi aşağıdakılardan hansına bərabər ola bilməz? Məsələn, -3 ilə 0-ı götürərəm, -3 ola bilər. 3 ilə 0-ı götürərəm, cəm 3 eləyə bilər. 4 ilə 3-ü götürərəm, 7 olar. -3 ilə 4-ü götürərəm, 1 olar. -6 ala bilməz, düzgün cavab olacaq A variantı. Bu nöqtələri çevrənin diametrinin uc nöqtələri olarsa, bu çevrənin mərkəzinin koordinatlarını tapın. Deməli, bu çevrənin diametrinin uc nöqtələridir. Bura A nöqtəsidir. Koordinatları -12, 20-dir. B nöqtəsinin koordinatları isə 8 ilə 10-dur. Mərkəzin koordinatlarıdırsa, uşaqlar, bu çevrənin mərkəzidirsə, diametrdirsə, bura R-dir, bura da R-dir. Bu parçanın orta nöqtəsi olacaq. Çevrənin mərkəzi diametrin orta nöqtəsi olur. Orta nöqtənin koordinatlarını necə tapırdıq? x1 plus x2 böl 2, y1 plus y2 böl 2. Demək, -12-in üstünə 8 gəndə, -4 2-yə böləndə olacaq -2. 20 ilə 10 toplayacağım 30, yarısı olacaq 15. -2, 15, düzgün cavab olacaq B variantı. 16-cı sualda CM təm böləndi. Bura alfa yazsaq, burada alfa olur. BC 10-dur. Bura bir 10 yazırıq. AC 12-dir. Biz bilirik ki, təm bölən yan tərəfləri hansı nisbətdə bölürsə, oturacağı da həmin nisbətdə bölür. Bura bir 6K yazsaq, burada 5K olacaq. Sonra AM plus BM. AM ilə BM-in cəmi elədi neçə? 11K. AM-dən də BM-i çıxanda qalır K. Nisbəti bərabər olacaq 11-ə. Kubun bir üzünün diaqonalı 6 kökdə 2-dirsə, kubun istənilən üzü kvadratdır. Diaqonal 6 kökdə 2-dirsə, deməli tili 6 imiş. Onun yan səthinin sahəsi 4 vurulsun A kvadratıdır. 4 vurulsun 24 olacaq 96. Nöqtələri apsis oxuna nəzərən simmetrik nöqtələr olarsa, AB hasını tapın. Apsis oxuna nəzərən deyəndə x-i saxlayırdıq. Y-in işarəsini dəyişirdik. Deməli, B olduğu kimi qalır. B ilə 3 olmalıdır. Ancaq A işarəsi dəyişib -7 olursa, deməli, A 7 imiş. AB hasıl olacaq. 7 vurulsun 3 bərabər eləyəcək 21-ə.
Nöqtələri çevrənin diametrin uc nöqtəli olarsa, bu çevrənin radiusun uzunluğunu tapın. Yenə, əgər diametrin uc nöqtələridirsə, bu parçanın orta nöqtəsi çevrənin mərkəzi, orta nöqtəsini tapsaq, çevrənin mərkəzinin koordinatları olacaq. Bura 4, 10'dur. Bura isə -2 ilə 2'dir. 4 ilə -2'ni toplayıram. 2 yarısı olacaq 1. 10 ilə 2'ni toplayıram. 12 yarısı olacaq 6. Deməli, çevrəmin mərkəzinin koordinatları 1 ilə 6'dır. Səndən çevrənin radiusunu soruşur. Bax, bu məsafəni soruşur. Yenə 2 nöqtə arasındakı məsafəyə görə 1 çıx -2 olur 3'ün kvadratı üstə gəl. 6 çıx 2'nin kvadratı, yəni 4'ün kvadratı. Bu da olacaq 5. Radiusun bərabər olacaq 5'ə. Növbəti paralelogramın, deməli, paralelogram çəkək. Y, F, D, T paralelogramın YT tərəfi üzərində M nöqtəsi götürülmüşdür. Burada bir M nöqtəsi götürürəm. Sonra YFM, YFM, yəni bu bucaq MFT-yə bərabərdir. Bu bucaq bu bucağa bərabərsə, deməli burada tənbölən var. FT 4MT-yə bərabərdir. Yəni MT-yə K yazsaq, FT olacaq 4K. Tənbölən 4'ün 1'ə bölürsə, buranı da yenə 4'ün 1'ə böləcək. 4A, burada bir A yazıram. YFT-nin perimetri 400'dür. Deməli, toplasaq 5A plus 5K. 5A plus 5K nəyə bərabərdir? 400'ə. A plus K'ya düşəcək 80. Səndən də FT-ni soruşur. Bura A plus K 80'dirsə, FT də elə 80'ə bərabər olacaq. 21-ci sualda FM tənböləmdir. YF 24'dür. 24'dür. YM 18'dir. Bura 18'dir. MT 15'dir. Bura 15'dir. FT-ni soruşur. Bura bir X yazırıq. Tənbölənin xassəsinə görə 24'ün 18'ə nisbəti, ixtisar eləsəm 6'ya, 4'ün 3'ə nisbəti bərabərdir X-in 15'ə nisbəti. 3X bərabərdir 60'a, X də bərabər olacaq 20'yə. 22-ci sualda nöqtələri Y bərabərdir X düz xəttinə nəzərən simmetrikdir. Y bərabərdir X düz xəttinə nəzərən simmetrik olanda yerini dəyişirdik. Yəni bunu yerin dəyişəndə n-5 gəlib duracaq neçənin yerində? -2'nin yerində. Yəni bu A nöqtəsi n-5 9'dur. Bunu Y bərabərdir X-ə nəzərən simmetrik çevirsəm belə olacaq. B nöqtəsinə çevrilib. Yeri dəyişir. Bura olur 9 n-5. Bu nöqtə ilə bu nöqtə eyni olmalıdır. Deməli, m plus 7 bərabər olmalıdır 9'a. M olacaq 2'yə. Sonra n-5 də nəyə bərabər olmalıdır? -2. N bərabər olacaq 3'ə. Səndən M-in hasilini soruşur. M-in bərabərdir 6'ya. Növbəti 23-cü sualda tənliyi ilə verilmiş çevrənin radiusunu tapın. Uşaqlar x kvadrat çıx 10x var. Bunu yazıram x çıx 5'in kvadratı. Üstə gəl y kvadratı plus 8 y-in yerinə y plus 4'ün kvadratı yazaram. İndi diqqətinə qulaq asın. Burada müsbət 25 var. Burada da müsbət 16 var. Müsbət 41 əlavə eləmisən. 41'i də çıx. Sonra bir də 8 çıxasan. Bərabərdir 0'a. Bu -49 olur. Sağa keçsə bərabər olar 49'a. Bu r kvadratı idi. Deməli, r kvadratı əgər 49'dursa, çevrənin radiusu olacaq 7. Növbəti ABC üçbucağında AB AD-yə bərabərdir. AB AD-yə bərabərdir. Bunlar da 10'dur. Bura bir 10 yazdıq. Burada bir 10'dur. BD DC-yə bərabər 9'dur. Burada 9'dur. AC tərəfini soruşur. Bura bir X yazıram. Bərabər yanlı üçbucaq varsa, eləyəcəyin ilk iş oturacağa bir perpendikulyar endirməkdir. İndi bərabər yanlı üçbucaqda oturacağa endirilən hündürlük həm median sayılırdı, həm də tənbölən. Demək, burada 9'sa yarıya böləcək. 4/5 bura düşəcək. 4/5 də bura düşəcək. Sonra belə yaza bilərik ki, Pifaqor teoreminə görə bura bir H nöqtəsi yazsam, bu AH-ın kvadratı bərabərdirmi? 10'un kvadratı çıx 4/5'in kvadratına.
Yaxud belə də yaza bilərəm ki, AB-nin kvadratı çıx, BH-ın kvadratı yenə eyni şey verəcək. Deməli, buradan bu AH-a bir H yazsam, H kvadratı bərabərdir. 10'un kvadratı çıx 4,5'in kvadratına. İndi bu H-ın kvadratı 10'un kvadratı çıx 4,5'in kvadratıdır. İndi bunun da üstünə bu da həm də bərabərdirmi? Deməli AC-nin kvadratı çıx 13,5'in kvadratı yaza bilərik də. Çünki bu düzbucaqlı üçbucağa görə çıx 13,5'in kvadratı. Buradan AC bərabərdir. AC-nin kvadratı bərabərdir. Alacam. Demək, buranda 262. Onda AC də olacaq. Kök altında 262. Demək, neylədik? Burada bir də hündürlüyü endirdik. Bu düzbucaqlı üçbucağa görə H kvadratı 10'un kvadratı çıx 4,5'in kvadratıdır. Həmçinin, yəni AC-nin kvadratı çıx 9 bura, 4,5 da bura, 13,5'in kvadratı da yenə H kvadratını verir. 2 oxşar üçbucağın sahəsi 20-dir. Oxşarlıq əmsalı 2 olarsa, o bir üçbucağın sahəsini ala biləcəyi qiymətləri tapın. Deməli, S1-in S2-yə nisbəti bərabər olacaq oxşarlıq əmsalının kvadratına, 4-ə. Bu üçbucaqların birinin sahəsi 20-dirsə, gətirin bir dəfə S1-in yerinə 20 yazaq. S1-in yerinə 20 yazsam, S2 olacaq. 20 bölünsün 4 bərabərdir 5-ə. Bir dəfə də S2-nin yerinə 20 yazıram. Onda S1 olacaq. 4 vurulsun 20 bərabərdir 80. Bizdən ala biləcəyi qiymətləri soruşur. 5 və 80 ola bilər. Sağ olun.